Pomidorları bax belə qabığını soydum. Bankaya sarımsaq, para. Bax, acı biber uzundur, para. İçini çıxardıb belə acı biber. 2 də həyətimizin. Bax bu qaydada balaca biber atıram. İçinə bir dənə reyhan qanadı belə atıram. Və qara dənə üstür. 2-3 dənə də bax belə qara dənə üstür atıram bankanın birinə. Başlayıram, bax belə bu pomidorları bu qaydada yığıram içinə. Bunları azacıq 10 dəqiqə, 5 dəqiqə, 15 dəqiqə belə də baxacam bankamın qaynamaq üstünə, qaza. Sterilizavat eləyəcəm. Sonra ağızlarını bağlayacam, duz atacam 1 qaşıq. Çox yox da dolu olmayan 1 qaşıq. Atacam, bağlayacam. Bunu qışda xaçlamaya, məsəl üçün qızartma oldu, bax bu balqarlardan da eləmişəm. Bunun başqa balaca tontonları da var. Onları da bir ayrı bağlayacam. Qızartmaya, bundan sonra elə istəsən yoxdur, pomidor çığırtması belə bütöv xoşlayan var elə. Eləyəcəm. Qəşəkcə ət xörəklərinə istifadə eləyəcəm. Məsəl üçün kələm dolması bişirirəm. Bunun balacalarından belə aralarına mən qoyuram üstlərinə. Daha heyvadır, budur. Qəşəng onun kələmin həm iyisini götürür, həm də dolma daha dadlı olur. O tomatı içinə cüplüyürlər, cüplüyə bildikçinə, mən biraz loru dildə deyirəm də, lazım deyil. Əziz xanımlarımız, içərisinə pomidor hazırlayın, qəşəng purelər hazırlayın pomidorlardan. Ondan vurun, aralarına da bu pomidorlardan eləyin, qoyun. Kələm dolması çox qəşəng, həm iyisi gəlməsin, həm ətirli olsun. Öz sokunu da tökürəm üstünə. İstəsəniz dənəsini çıxardın. Mən dənəli xoşlayıram. Dənədə də bir vitamin var. Bax belə bir qaşıq da bax bu qaydada. Qoy bunu göstərim. Bax bu qaydada da duz atıram. Bəsdir bu buna. Yoxsa bunu yeməklərə istifadə edəcəyik də. Çox duzlu ya duzsuz eləməyin bir önəmi yoxdur. Ay can nənə, nənə qurban olsun sənə. Ay can. Hə. Bax belə, bu qaydada eləyəcəm. Biraz suyunu çox elədim, götürəcəm ağzına. Qaynadıqca bunun suyu özü də, içindəki də çıxır. Hə, çox doldurmaq lazım deyil. Hə, unutdum onu. Bax belə. Bu qaydada eləyirəm. Yığıram əziz xanımlarımız. Hə, qəşəng. Böyüyü də bax bu qaydada, böyük də o qaydadadır. Böyüyə biberi diri atmışsınız. Hə, böyüyə biberi, acı biberi diri atmışam. Oğlum acılı xoşlayır. Axşam məni öldürür ki, mama, ketçupu acılı eləməmişdin. Eləmişdim, amma az eləmişdim. Uşaqlara görə. Uşaqlar da yeyir, kartofunu xoşlayırlar. Bax, bunları da, balqarları da. Bax, bu qaydada yığıram içinə. Çox gözəldir balqar pomidor. Balqarı xaçlamada super olur. Mən şəxsən belə yeyirəm, yeməkliyə. Qızartmada olur. Kartof qızartdım bir ayrı da bundan badımcan. İndi bax badımcan da eləyəcəm pomidor qarışıq. Badımcanla qızardın, qəşəng eləyin, yeyin. Kotlet qızartdınız, bunu da kənarda qızardın. Yağı da kotletin yağına elə qoyun. Qəşəng qızarsın, badımcan da budur. Belə də yeyə bilərsiniz, oy. Yeyin. Bax belə qəşəng eləmək olar. İnsan hər şey özümüzdən asılıdır. Əl çəkmir. Bu mənim asistentimdir, mənə kömək eləyir. Bax belə, bunu da bu qaydada yığıram. Hər kəs Allah şirin ağzından yeməyi nəsib qismət eləsin, bizlər içində. Bunu da böləcəyik. Ortadan 2 bölüb duzlayıb günəşdə qurudacağıq, pomidor qurusu. Bugün pomidor festivalı günümüzdür. Keçən eləmişdim. Bax bu qaydada. Bax görürsünüz, bu qurutduğum pomidordandır. Keçən eləmişəm bundan. Üzərinə zeytun yağı tökmüşəm. Görürsünüz, zeytun yağı donub, təmiz yağdır ona görə. Bax bu qaydada pomidor qurusudur. Necə var, elə qalır. Elə qalıb, qurutmuşdum pomidordan. Çox ləzzətlidir. Bax çıxardasınız. Bunu rənginə baxın nə gözəl. Hə, bunu nə edirsiniz? Pizza bişirirsiniz ha. Xırda doğraya da bilərsiniz bütövdə. 2-3 yerinə o sosiska, bəzən kalbasa zad düzür. Biz onlardan istifadə eləmirik, namaz qılırıq. Toyuğun döşətindən eləyirik. Belə ara bir düzürsünüz. Bu yağından da azca
gəzdirirsiniz. O qədər ətirlidir, o qədər dadlıdır ki. Bir də uzun İtalyan çörəkləri olur. Hə, Pinotto onun çörək. üstünə də eləyə bilirsiniz. Çox Çox qəşəng dadlı, çox ləzzətli, ətirli bir şeydir. Pomidorun indi sezonudur, əsasən də yay Və pomidoru. belə Eləyin. elə hazırları çox baha qiymətə Bilirəm, satılır. qızım, bilirəm. Ona görə bax, Ona görə görürsünüz, bibi yağ sizə nə gözəl öyrədir donub. hamısını. Bax, elə bir ki, kərə yağı donub, amma zeytun yağıdır. Amma inanmazsınız da, bax, zeytun yağımızda bu işlədirəm mən, zeytun yağını. Bir markasını verməyək. Hə, markasını vermir, zeytun yağı. Vəsə. Bu qaydada yığdım bankalarımı qəşəng. Ağızlarına da bir damcı, bir dal petruşka qoydum. Kiminsə, buradan bunu da vurğulayım ki, kiminsə pomidor, turş pomidordursa, mənim pomidorlarım şirindir. Çay qaşığında biraz pesok atsınlar, duzunu atanda. Gördülər, pomidor çox turşdur, dadsız, duzsuzdur. Bir damcı çay qaşığında da çox təpələmə yox. Bir də çay qaşığında pesok atsınlar bankalara. Onda dadını götürsün də şirin dadlı pomidor olsun.